Salam, hər vaxtınız xeyirli olsun. Keçək birinci sualın izahına. 2 zər bir dəfə atıldıqda üst-üzə düşən xallar cəmi 2 rəqəmdə rədd olmaz. 2 zər atılanda 36 mümkün halı var. Xallar cəmi 2 rəqəmdə rədd olması üçün ya 5-5 olmalıdır, ya 6-6, ya 5-6, ya 6-5, ya 4-6, ya da 6-4. Başqa toplayanda cəmi 2 rəqəmdir, yəni 10 və ya ondan yuxarı olan yoxdur. 1, 2, 3, 4, 5, 6. 6-dan 55-lə halım elədi. Bu da elədi 6-da 1. Keçək ikinci suala. İkinci sualda deyir 40 nömrəli avtobus dayanacağa saat 11:04-də gəlmə ehtimalı 0,6. 11:04-də gəlmə ehtimalı 0,6. 11:05-də gəlmə ehtimalı 0,4-dür. Cavid saat 11:02-də evdən çıxıb və bu dayanacağa 100 saniyəyə çatma ehtimalı 0,5. 100 saniyəyə. Yəni 100 saniyə 1 dəqiqə 40 saniyə deyək. Çatma ehtimalı 0,5. 150 saniyə çatma ehtimalı, yəni 150 saniyə də 2 dəqiqə 30 saniyəyə. Çatma ehtimalı 0,3. 240 saniyə. 240 saniyə də 4 dəqiqədir. 4 dəqiqəyə çatma ehtimalı 0,2 olarsa, buna görə avtobus dayanacağa gəldiyi anda Cavidin dayanacaqda olması. Yəni, Cavid avtobusdan tez gəlməli dayanacağa. Avtobus gəldikdə artıq Cavid orada olmalıdır. Əgər 100 saniyəyə 11:02-də çıxıb axı Cavid. Əgər 100 saniyəyə gəlib çatsa, 100 saniyəyə çatsa, 1 dəqiqə 40 saniyə eləyir. Bu da eləyir 11:03-dən keçir, amma 04 olmur. Yəni 100 saniyəyə gəlsə, bu avtobus 11:04-də də gəlsə onu görəcək, 05-də də gəlsə görəcək. Onda olar 0,6 vur 0,5, üstə gəl 0,4 vur 0,5. Üstə gəl 150 saniyəyə gəlsə əgər Cavid, 150 saniyə artıq 2 dəqiqə 30 saniyə. Yəni 11:04 avtobusun gəlsə qaçırdacaq, 11:04-də avtobus gəlsə artıq Cavid avtobusdan sonra ora gəlmiş olacaq. Amma 11:05-ə çatacaq. Çünki 2 dəqiqə 30 saniyə eləyir 11:04-dən 30 saniyə sonra, yəni 30 saniyə keçir. 11:05 olmur. Ona görə 0,3 vurulsun 0,4. 11:05-də gəlsə avtobus görəcək onu. Artıq 240 saniyəyə gəlsə avtobusu görməyəcək. Çünki 240 saniyə 4 dəqiqə edir. 4 dəqiqədə gəlib 11:06-da çatacaq. Avtobussa ən gecə 11:05-də orada olur. Deməli, bu hissə bizə lazım deyil. Onda 0,6 vur 0,5, üstə gəl 0,4 vur 0,5. Bu da elədi 0,5, üstə gəl 0,12. Bu da elədi 0,62. Keçək üçüncü suala. 4 ədəbiyyat, 5 kimya kitabları rəfdə yan-yana yığılır. Tutaq ki, rəfdə yan-yana yığılırsa, onda 4 ədəbiyyat bir yerdə olmalıdır. Ədəbiyyatlar bir yerdə, yan-yanası. Kimyalar da bir yerdə. 5 kimya kitabı da bir yerdə olmalıdır. Eyni fən kitabının yanaşı olma ehtimalı. Mümkün 9 kitab varsa 9 faktorial, bunlar mümkün yer dəyişmə var. Sonra, eyni fən kitabının yanaşı olma deyirsə, bunları 1 götürərəm. İkisini 1 götürərəm. Deməli, 2 faktorial yerini dəyişə bilər. Bir də bu kitablar özləri də aralarında yerini dəyişə bilərlər də. Yəni, ədəbiyyat kitabları da 4 faktorial formada yerini dəyişir, kimya kitabları da 5 faktorial. Bu da eləyir, 2 faktorial 2 eləyir, vur 4 faktorial, 4 vur 3 vur 2, 5 faktorial da qalsın belə. 9 faktorialı 9 vur 4 vur 3 vur 2, daha doğrusu 9 vur 8 vur 7 vur 6 vur 5 faktoriallə yazıram. 5 faktoriallarım getdi. 2 vur 3 6'dır, bunlar getdi. 2 vur 4 8'dir, bunlar getdi. Qaldı 63'də 1. Və bizə deyir 63 mislini tapın həmin ehtimalın. 63'də 1-i də 63'ə vuranda elədi 1. Bunlar ixtisara getdi, qaldı 1. Keçək 4-cü suala. Şəkildə A-dan B-yə ən qısa yolla neçə fərqli şəkildə getmək olar? Deməli, ən qısa yolla neçə fərqli şəkildə getmək olar? Gəlin əvvəlcə şəkli çəkək. Bu formada.
Belə. A-dan B-yə ən qısa yolu neçə fərqli şəkildə getmək olar? Deməli, 1, 2, 3, 4, 5, 6. 6 faktorialı bölürük 2 faktorial vur 4 faktoriala. Yəni burada 4'dür, burada 2'dir. Bu da bizə deyir 6 vur 5 vur 4 faktorial. Burada da 2 vur 4 faktorial. 4 faktoriallar getdi. 6 vur 5 30 bölü 2 15. Keçək 5-ci suala. Masallı sözünün hərfləri hər bir hərfi ayrı-ayrı kağızlara yazılaraq qutuya atılır. Qutudan bir-bir hərflər çıxarılır və çıxdığı ardıcıllı lövhəyə yazılır. Masallı sözünün yaranması. Masallı sözündə neçə dənə hərf var? Masallı. 1, 2, 3, 4, 5, 6, 7 hərf. Deməli, birinci M hərfin çıxma ehtimalı 7-də 1-dir. Vurulsun. İkinci qaldı 6 hərfi. A hərfi 2 dənədir. Onda A hərfin çıxma ehtimalı 6-da 2-dir. Vurulsun. 5 dənə hərfim qaldı. S hərfi bir dənədir. 5-də 1-dir. S hərfin çıxma ehtimalı. 4 hərfim qaldı. A çıxma ehtimalı. A-nın biri burada çıxıbsa, yerdə qaldı 1-i. 3 hərfim qaldı. L 2 dənədir. L-nın çıxma ehtimalı 3-də 2-dir. Yenə L-nın çıxma ehtimalı 2 hərfim qalıb 2-də 1. Vurulsun, axırıncıda Ü hərfi olacaq. Bərabərdir. Buradan 2-lər ixtisara getdi. 2, 6 ilə getdi 3 dəfə. Yerdə qaldı 4 vur 5, 20, vur 3, 60. 60-da vururam bu 3-ə 180. 180-i də vururam 7-yə. 0, 7-dən 8, 56, 5 yadda 1260-da 1. Keçirik 6-cı suala. Rəqəmləri müxtəlif olan bütün iki rəqəmli ədədlərdən seçilən bir ədədin cüt ədəd olması. Rəqəmləri müxtəlif olan bütün iki rəqəmli ədədlərdən seçilən bir ədədin cüt ədəd olması. Neçə dənə iki rəqəmli ədəd var? 10-dan 99-a qədər. Deməli, biz 99 çıxılsın 10 plus 1 dedik ki, 90 dənə iki rəqəmli ədədimiz var. Yazdım mümkün alım 90. Bunların cüt olanların biz tapmalıyıq. Neçəsi cütdür? Bilirik ki, yarısı cüt, yarısı təkdir. 90-da 45, bu da elədi 2-də 1. 7-ci sual. Rəqəmləri müxtəlif olan bütün iki rəqəmli ədədlərdən seçilən, bunu dedik 7-ci sualı. 8-ci suala baxırıq. Eyni suallar düşüb deyəsən. 8-ci sual. 3 müsbət və 4 mənfi ədəd verilmişdir. 3 müsbət və 4 mənfi ədəd. Müsbət, müsbət, müsbət. 4 dənə də mənfi. Təsadüf seçilən iki ədədin hasilinin müsbət olması. Ümumi kombinizon 7 elementdən 2. 7 dənə ədədim var, ikisi seçildi. İki ədədin hasilinin müsbət olması ya x-də müsbət olmalıdır, ya x-də mənfi olmalıdır ki, hasil müsbət versin. X-in də müsbət olması üçün kombinizon 3 elementdən 2 və ya kombinizon 4 elementdən 2 və ya x-də mənfi olmalıdır. Kombinizon 3 elementdən 2 eləyir. Deməli, 3 faktorial bölü 2 faktorial, yəni elədi 3. 4 elementdən 2 elədi 6. 7 elementdən 2 də 7 vur 6, 42 bölü 2, 21. 21-də 9. Bunlar da 3-ə ixtisar gedir, qalır 7-də 3. Keçək 9-cu suala. Qəpik 4 dəfə ard-arda atıldığında ard-arda eyni üzlərin gəlməməsi ehtimalı. Eyni üzlər gəlməməsi üçün ya gerb xəritə gəlməlidir və yaxud da xəritə gerb gəlməlidir. 4 dəfə atılırsa qəpik, 2, 3, 4, 16 mümkün alım var. Onlardan da əlverişli alım 2 dənədir. 2 bölü 16 elədi 8-də 1. 10-cu sual. 63540 ədədinin rəqəmlərinin köməyi ilə rəqəmləri fərqli neçə 5 rəqəmli tək ədəd yazmaq olar. Deməli, tək ədəd olması üçün sonu tək ədədlə bitməlidir. Ya 3 ilə, ya 5 ilə qutaracaq. Deməli, sonuncu rəqəmi 2 üsulla seçə bilərəm. 2 üsul. Sonra 2 üsuldan biri getdi. Yəni rəqəmlərdən birini yazdım bura. Bir dənə rəqəm yazıldı bura. Yerdə qaldı 6, 3, 5, 4, 0. 5 rəqəmli ədəddir bu. Bu 5 rəqəmli ədəddən biri getdi. Tutaq gedirəm 5 getdi. Yerdə 4 üsul qaldı. Birincini mən 4 üsul yox, 3 üsulla seçə bilərəm. Çünki 0 ilə başlayan ədəd ola bilməz. Biri də 3 üsulla seçdim, biri də getdi. Tutaq ki, bu da 4 getdi. Yerdə nə qaldı? 6, 3, 0. İkinci rəqəmimi 3 üsulla seçəcəm. Üçüncü rəqəmi 2 üsulla, dördüncü rəqəmi də 1 üsulla. Bu da 3 vur 3, 9 vur 4, 36.
Keçdik 11-ci suala. Hüseyin şkafda 2 qara, 3 yaşıl, 4 ağ köynəyi var. 4 ağ köynəyi var. Hüseyin eyni anda şkafdan təsadüfi olaraq 3 köynək götürür. Bu köynəklərin müxtəlif rəngdə olması. Ümumi 9'dur. Kombinezon 9'dan 3'ünü götürdü. Müxtəlif rəngdə olması üçün biri 2'dən 1 olmalıdır, biri 3'dən 1 olmalıdır, biri də 4'dən 1 olmalıdır. Yəni yuxarıda 2 vur 3 vur 4, məxrəcdə də 9 faktorial böl 3 faktorial vur 6 faktorial. Bu da eləyir 2 vur 3 vur 4, məxrəcdə 9 vur 8 vur 7 böl 3 faktorialda 6 eləyir. Bərabərdir. 2, 4, 8 ilə getdi. 3, 9, 3 ilə getdi. Bu 6 ilə getdi 2 dəfə. Cavab oldu 7-də 2. Keçək 12-ci suala. Qutuda 1-dən 10'a qədər nömrələnmiş 10 kart var. Qutudan təsadüfən çıxaran bir kartın 4 və ya 6 olması ehtimalı. 10 kart varsa, bir kart çıxarılırsa, 10 dənə mümkün halım var. 4 və ya 6 olması, bu da 2 dənə haldır da. Ya 4'dür ya 6'dır. 10'da 2'dir ehtimal. Bu da eləyir 5'də 1. Sonra 13-cü sual. İçərilərində Vidadi və Rəşidin olduğu 8 nəfərlik qrup bir sıraya düzülür. Rəşidlə Vidadinin yan-yana qalmaq istəmədiyinə görə bu neçə fərqli şəkildə gerçəkləşdirmək olar? 8 nəfərdir. 8 nəfərdir. 3, 4, 5, 6, 7, 8'də Rəşidlə Vidadi. Bu 8 nəfər sıraya düzülür, amma Rəşidlə Vidadi yan-yana olmaq istəmir. Ümumi 8 faktorial yer dəyişmə var. Bu 8 faktorialda mən Rəşidlə Vidadinin yan-yana olmasını çıxsam, olduğu halı. Digər halı alacağım da, yan-yana olmadığı halı alacağım. Onda bunları bir nəfər kimi götürsəm, yerdə olacaq 7 nəfər qalacaq. Rəşidlə Vidadini bir nəfər kimi hesablasam. 7 faktorial. Bir də Rəşidlə Vidadi öz aralarına yerini dəyişə bilərlər 2 faktorial. Onda 8 faktorialdan çıxıram 7 faktorial vur 2 faktorial. Çünki Rəşidlə Vidadinin yan-yana olduğu halı çıxıram. Yerdə qalanlar Rəşidlə Vidadinin yan-yana olmadığı olacaq. 8 vur 7 faktorial eləyir 8 faktorial. 7 faktorial vur 2 faktorial da 2 vur 7 faktorialdır. Bu da eləyir 6 vur 7 faktorial. Keçək 14-cü suala. Sinifdə 20 şagird var. Onlardan 3 nəfər yalnız ingilis dilini bilir. 12 nəfər yalnız rus dilini. 5 nəfər isə heç bir dili bilmir. Deməli, 20 şagirdimiz var. 3 nəfəri yalnız ingilis dili. Baxın, yazıram bura, Venn diaqramında. İngilis, rus. 3 nəfəri yalnız ingilisi bilir. 12 nəfəri yalnız rusu bilir. 5 nəfəri heç bir dili bilmir. 20'dən bu heç bir dili bilməyəni çıxsam, 15 nəfər dil bilən qalır da. 15 nəfər dil bilirsə, deməli ortaq dil bilən yoxdur. 0'dır. Çünki 3'ü yalnız ingilis dili, 12'si yalnız rus dilidirsə, 15 nəfər elədir də, 5 nəfər də dil bilən yoxdur. Təsadüfi seçilən bir nəfərin xarici dil bildiyini bilərək, onun ingilis dil bilən olma ehtimalı. Təsadüfi seçilən bir nəfərdir xarici dil bildiyini bilərək. Yəni bu 15 nəfərin içindədir o təsadüfi seçilən bir nəfər. Mümkün halım 15'dir. Onun ingilis dilini bilən olması, ingilis dilində 3 nəfərdir. 15'də 3, bu da elədi 5'də 1, 0, 10'da 2. 15-ci sual. 5 oğlan və 4 qız, oğlanlar yanaşı olmaq şərtilə bir sıraya neçə üsulla düzülə bilər? 5 oğlan, onda oğlanları mən bir xanada yazıram. 5 oğlan və 4 qız. Oğlanlar yanaşıdırsa, oğlanları bir nəfər kimi hesablasam, bir də bu 4 nəfər elədi 5 faktorial yer dəyişə bilərlər. Bir də oğlanlar öz aralarında 4 faktorial yer dəyişə bilərlər. Elədi 5 faktorial vurulsun, 4 faktorial. Bura qədər sağ olun, salamat qalın.